Ali müəllim, belə bir nüans olmuşdu. Təyyar bəylə olan hadisə. Bizim diyarda koysa yadigar, halkın yüreğinde daima yaşar. Yollanıp ömürden geçse bin bahar, o merdi dünyada unutmak olmaz. Şair sende durmaya şair yarat, şehrinde seslensin bu güzel hayat. Kalbin nefesine sen nefesini kat, haksız bu dünyada ucalmak olmaz. Keş tesrife ay bala. Təyyar bəylə olan hadisəni insanlar bəziləri dedi ki, Ali müəllim sabotaj elədi. Ora Təyyar müəllimin meydançası idi cənab prezidentin önündə. Bəziləri də dedilər ki, əslində Ali müəllim Təyyar bəyi xilas elədi. Çünki Təyyar bəy, bunu mən demirəm, izləyicilər deyir, mənim həddimə də deyil Təyyar bəyin yaradıcılığını sorğulamaq. Siz ki, reallıq hansıdır? Ora getməyək. Çünki Təyyar müəllimi buradan salamlayıram və tamaşaçıları da salamlayıram. O söhbət edənləri də salamlayıram. Burada Təyyar müəllim cavandır, səsi də var, gözəldir, gözəl də muğamlar oxuyur, təsniflər, mahnılar. Burada mən özümü çox danladım. Birinci mənim səsim heç orada yerində deyildi. Çox xəstə heç danışa da bilmirdim. Orada bir mövzu uzandı. Yəni ki, orada bir balaca bir yumurlu bir çıxış olmalı idi. Gördüm ki, uzandı. Biraz da özümdən asılı deyil də mənim. Bu qadın mən dedim ki, təb deyil o. Nə bilim nə idi. Mən özümü danlayıram, səhər lazımdır o. Kişi kimi oxuyurdu. Amma mən prosta biraz uzandığına görə içimdə bir nəsə oldu. Mən qalxdım ayağa. Qalxdım dedim ki, beləncə. Amma çox da maraqlı da alındı, xoşlarına da gəldi. Amma orada bir heç bir kimsə səsin kəsiyim, kiməsə xoşum gəlməsin, eləci bir hadisə olmuyor. Orada olan hadisəni mən gördüm də. Təsadüf olan bir şey idi. Proqramlaşdırıcıdılar ki, hə burada kim oxuyacaq ki? Əlbəttə mən orada yağın ki içimdən bir şey gəlib durmaz da. Hakimata başladılar, dedilər bəs bu çalır, nədə gəl çala oxuyaq. Belə bir şey. Mən də orada bir balaca bir içimdən gəldi. O mən aslında mən özüm sorum özümü o qədər danlamışam ki, səhər lazım bu oturmuşam oturduğun yerdə belə falan. Təsadüf. Mənim işlərim hamısı təsadüfdür. Hamısı təsadüf. Belə yaşamalıyıq məncə ay Ali müəllim.